Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Java dərslərimizə qaldığımız yerdən davam edirik. Bugünkü dərsimizin mövzusu praktika olacaq. Keçdiyimiz mövzuya qədər mən sizin üçün öncədən bir sıra tapşırıqlar hazırlamışam. Deməli, birinci biz ilk növbədə string klassı haqqında bəzi tapşırıqlara baxacağıq. Sonra ümumilikdə qarışıq data tiplərinə aid nisbətən asan səviyyəli tapşırıqlar və çətin səviyyəli tapşırıqlara baxacağıq. Elə isə vaxt itirmədən gəlin tapşırıqlarımıza başlayaq. Deməli belə, burada mən bir dənə klass açıram. Olsun lesson 5 part 2 pratik adında. Aha. Deməli, main metodumuzu açdıq. İndi burada bizim tapşırıqlarımız buradadır. Mən bunu sağa alıram. Split and move right. Tamam, bu burada qalsın. Bunu da nisbətən bura gətirək. Əla. İndi birinci tapşırığımızdan başlayaq. Deməli, tapşırığımız nədir? Repeat me sözü var. Word bərabər repeat me. Aha. Bunu bizə 4 dəfə təkrarlamamızı istəyir. Self dedim. Word.repeat. Bura say verirəm. Sonra da run edirəm. Aha, 4 dəfə təkrarlandı. Bunu belə də cout-un içərisində də vermək olar uşaqlar. Belə də eləyə bilərəm. Məsələn, bu bir nəticə qaytarır da. Bir dənə string dəyişəni yaradıram. Bərabər word.repeat. Burada verirəm nəyi? 4'ü. 4. Daha sonra da nə edirəm? Gəlirəm burada. Bu word'ü yox, artıq result'ı çapa verirəm. Eyni nəticəni almış oldum burada. 4 dəfə buradakı verdiyim söz təkrarlanmış oldu. Bu belə. Bunu silək. Deməli, ikinci tapşırığımız nədir? Verilmiş sözləri, yəni apple, banan, cherry-ni burada arasına vergül qoymaqla birləşdirik və çapa verək. Tamam. Gəlirəm, S1 deyirəm, apple, string S2 olsun, S2 bərabər, banana, string S3 bərabər, olsun nə? Cherry. İndi bizdən istəyir ki, bunu elə bir nəticəyə yığaq ki, arasında vergül olsun. Tamam. Bunun üçün biz nə edirik? Bir dənə result aça bilərəm də, result yaradaram və burada mən nə edəcəm? String klassının özünün metodu var, ondan istifadə edəcəyik. Join. Aha. Join dedim. Deməli, burada mənim vergül lazımdır, düzdür. Vergülü qoyuram bura və vergülü nələrin arasında istifadə eləsin? S1, S2 və S3. Aha. Bunu biraz sağa alaq. Burada bir dənə vergülümüz yaddan çıxıb. Tamam. Ən sonunda nə edirəm? Cout result. Baxın, apple, banana və cherry arasında da vergül olmaqla çapa verildi. İndi növbəti tapşırığımızla davam edək. Növbəti tapşırığımız nədir? Tekstimiz var. Buradakı tekst. Bizdən istəyir ki, bunu həm böyük hərflə, həm də kiçik hərflə çapa verək. Bunu yenə deyirəm, resulta mənimsədib, yeni bir string yaradıb, oradan da gəlib result ekrana yaza bilərsiniz. Birbaşa cout-un içərisində verə bilərsiniz. To lowercase-lerin bütün hərflərini balaca hərfə çevirdi. Text nöqtə to uppercase. Bunu da verdikdə bütün hərflərini böyük hərfə çevirmiş olur. Növbəti tapşırığımız nədir? String class, bu hello world-un daxilində deməli, belə bir boşluqlar var. Bunu mən daha öncəki dərsdə demişdim. Bu boşluqları silməyimizi istəyir. Bunu da əlbəttə ki, nə eləyəcəyik? Text.trim. Boşluqları kəsir. Burada sağda, solda olan boşluqları kəsdim. İndi
Növbət tapşırığımız apple, banana və cherry sözlərimiz var. Tamam. Olsun bu. Apple, banana və cherry. İndi bizə yeni bir bu cherry sözünü burada grape sözü ilə əvəz eləməyimizi istəyir. Bax grape burada. Tamam. Buna deyirəm result. Ya result deməyək, deyək. Change text deyirəm. Bərabər text nöqtə məndən nə istəyir? Replace metodundan istifadə edəcəm. Köhnə dəyərim nədir? Cherry. Yeni dəyərim nədir? Grapes. Tamam. Ən sona nə edirəm? Change text'i ekrana verirəm. Aha, replace metodundan istifadə elədim. Bunu biraz sağalım. İndi run eləyə baxaq. Baxın. Apple, banana, cherry idi. Bu cherry'ni grapes-lə dəyişdim. Sonra da ekrana verdim. Bu qədər. Axırıncı tapşırığımıza baxaq. Bu biraz maraqlı tapşırıqdır. Deməli, tekstimiz nədir? This is a text. Tamam. Bizdən nə istəyir? Bizdən istəyir ki, buradakı i hərfini x hərfi ilə əvəz edək. Yəni elə bir kod yazaq ki, this is a text. Bu i hərfini x hərfi ilə dəyişək. Nəticə bu çıxsın. Tamam. Deməli, mən deyirəm result. Bunu ən yaxşı yola yazmağın yolu substring metodudur. Substring deyirəm. Başlanğıc. Substringdə necə idi? Bir başlanğıc indeks var idi. Bir də son indeks var idi. Başlanğıc indeksi verəndə həmin verdiyim indeksin hərfini də götürürdü. Amma sonda verdiyim indeksi götürmürdü. İndi burada məndə deyir ki, 5-ci simvoldakı x hərfini dəyişməyimi istəyirəmsə, deməli mən bu 5-ci simvolu verib 5 verməliyəm ki, bura bu i-ni götürməsin. Yəni 0, 1, 2, 3, 4 bu boşluğu da götürdü. 5-i verəndə artıq götürmədi. İndi mən zil sözünü aldım və boşluğu aldım. Daha sonra məndən nə istəyir? X ilə əvəz eləməyimi istəyir. Bir dənə x verdim bura. Sonra text nöqtə substring. İndi burada 5 yox, 6 verəcəm. Niyə? Çünki 5 versəm, burada 5-ci indeks nədir? İdi. Bunu da götürəcək. Amma mən bunu götürməyini istəmirəm axı. Mən burada 0-dan 5-ə qədər verdim. Zis və boşluğu aldım. Bura qədər istəni. Daha sonra x sözüm, x simvolumu verdim bura. Və nə elədim? Text.substring 6-cı indeksdən başlayaraq götürsün. Burada nədir 6-cı indeks? S. S-dən başlayaraq götürür. İndi bunu da bir dənə result eləyirəm. Baxaq. Aha, nəticəmizi almış olduq. Yəni burada this is a text idi. Substring metodundan istifadə edərək resultumu alıb ekrana vermiş oldum. Bu oldu string klassı ilə bağlı tapşırıqlar. İndi gəlin o biri asan səviyyəli tapşırıqlarla davam edək. Demək, birinci tapşırığımız nədir? Ondan davam edək. Bunları silirəm. Ümumiyyətlə, bunu ümumiyyətlə sağalaq. Bunun üstə ehtiyac yoxdur mənə. Tamam. Double tipində 2 ədəd təyin edirik və onların fərqini çap edirik. Double D1 bərabər olsun 15.6 A vergül nə yox, nöqtə ilə verməliyəm. Nöqtə. Aha. Bu da olsun D2 55.3 olsun, 54 olsun ya da. Tamam, bunlar nə istəyir məndən? Fərqini çap eləməyimi istəyir. Mən bunu fərq dəyişəni yaradıb bərabər D1 minus D2 də edə bilərəm. Yəni bu formatda. Cout fərq. İndi run eləyək baxaq. Aha. 15-dən 55-i çıxdı. 15.6, 55.4-dür. Cavab da -39.8. Bunun fərqi belə də eləmək olar. Birbaşa D1 minus D2 də eləmək olar. Yenə eyni nəticəni almış oldum. İndi boolean tipində bir dəyişəni string tipinə çevirməyimizi istəyir növbət tapşırığımızda. Deməli, boolean
B bərabər booleanın aldığı 2 dənə dəyər var da, ya true ya da false, fərqi yoxdur. İndi mən burada true verəcəm. Bunu string tipinə çevirməyimizi istəyir. Yəni string t deyəcəm misal üçün. Stringin value of metodu var. Bu da string klassının özündən gəlir. Value of, baxın. Value of boolean. Məsələn, bu boolean metodunu götürəcək. B. Aha. Ən sona nə deyirəm? Cout. B demirəm, artıq T deyirəm. Çünki buradakı B booleanundur. Bu T isə artıq bu true'nu stringə çevirdi. İndi run eləyək, baxaq. True. Artıq bu boolean deyil, bax buradakı true deyil. Bu artıq bunun dəyəridir. Bu stringin dəyəridir. Tamam. Bu value of metoduna ümumiyyətlə baxaq. Bir sıra value of metodu var. Məsələn, boolean tipindən gələn dəyəri stringə çevirir. Long tipindən int götürəni var. Misal üçün int a bərabər 100 verirəm. 100 dəyərini, yəni tam ədəd dəyərini çevirirəm stringə. Value of metodu vasitəsilə və ya simvol olsun. Yenə də həmin söhbət. Ümumiyyətlə, value of metodunun məqsədi göndərilən dəyərin, başqa data tipindən göndərilən dəyəri stringə çevirmək üçün istifadə olunur. Bu belə. Sonra char tipində bir simvol təyin edirik və onun ASCII2 table'ında çap edirik. Tamam. Char C bərabər deyəcəm. Misal üçün A. Bunun ASCII2 table'ında ASCII2 deyəcəm. Tamam. Bu da olsun. Nəyə bərabər olsun? C-yə. Aha. Cout. Belə bir şey yazacağım. Ne deyir? ASC qoşun nöqtə nə ASC2. Tamam. Char tipində bir simvolum var. Onun ASCII2 table'ına dəyərini çapa vermiş oldum. İndi növbəti sualımıza baxaq. Byte tipində bir dəyişən təyin et və onu string int tipinə çevir. Burada izah eləmək istədiyim bir şey var. Byte B bərabər 10 deyirəm. Sonra int A bərabər deyirəm B-yə. Bunu da silirəm. Və burada gördünüzsə, mən byte olan dəyəri rahat bir şəkildə int-ə çevirə bildim. Bir problem görürsünüzmü? Yox. Yaxşı. İndi belə bir şey eləyirəm. Int eləyirəm buranı. Buranı byte eləyirəm. Avtomat görürsünüz, problem yaranır. Mən bu problemi aradan qaldırmaq üçün bura bir dənə byte verməliyəm. Casting eləməliyəm. İndi bu casting nədir uşaqlar? Yəni byte-ı daha kiçik data tipini böyük data tipinə çevirən zaman bir problem yoxdur. Amma böyük data tipində olan bir məlumatı kiçik data tipinə çevirmək istəyirəmsə, yəni bu intdir, mən bunun dəyərini byte-a çevirmək istəyirəm. Bunun qarşısına B yazmalıyam. Bu nə deməkdir? Gəlin də buradan izah edeyim. Bu byte-ımdır, bu da intimdir. Bunu necə başa düşə bilərik? Fərz edin ki, bu 1 litrlik qabdır. Bu da 5 litrlik qabdır. Bu 1 litrlik qabın maksimum tutumu nə qədər ola bilər ki? 1 litr ola bilər də. Yəni nə qədər doldurursan doldur, bu 1 litrdən artıq tuta bilməz. Sən bunun içərisinə rahat bir şəkildə ata bilərsən də. Yəni bu 5 litrlik qabda nəticə etibarilə bu 1 litr dolu olsa belə buna rahat bir şəkildə gedəcək. Amma inputda vəziyyət nədir? Sən elə bil ki 5 litrlik qabı, bu ola bilər ki 5 litrin tutalım 3 litri də olsun, düzdürmü? Bunu buna yerləşdirmək istəyən zaman bu tutumu 1 litrdir deyə bunu götürə bilməyəcək axı. Yəni böyükdür də, bu böyük qabdır, bu kiçik qabdır. İndi eyni qaydada bu int byte-dan daha böyük data tipidir deyə, int-də olan dəyəri byte-a çevirən zaman, yəni byte-in içərisinə atan zaman sən onu deməlisən. Necə ki biz burada dedik ki byte-a çevirən zaman onu əvvəlinə byte yazmalıyıq. Amma int byte burada olanda byte burada olsun nə? Int. Bunu eləməyə ehtiyac yoxdur. Çünki byte int-dən daha kiçik data tipidir. Bu belə.
Double ədədin kvadratını hesabla və onu çap et. Gəlin bu tapşırığımızdan davam edək. Double D deyirəm bərabər 10.5. Aha. Sonra nə edəcəm? D nöqtə yox. D vurulsun D. Kvadratını istəyir də məndən. Aha, kvadratını verdi bura. Bunu belə demək olar aşağılar. Bir də bu Java'nın bizə verdiyi bəzi klasslar var. Match klassı. Bunun POV metodundan da. Bu da string klassı kimi bir klassdır. Özündə statik metodları saxlayır. POV deyirəm. Bu nədir? D. Bu sol tərəf. Şimdi mən bura göndərdiyim dəyərdir dəyişən. Yəni bu 10.5. Mən bunu D-ni göndərdim bura. Bir də vergül qoyuram. Neçə dəfə? Yəni kvadrat olanda 2 dəfə vurulur da, düzdür? Mən bura D yaza bilmərəm. Bax, bir dənə D yazım. Gör nə olacaq? 10.5-i 10.5 dəfə öz-özünə vurdu. Görün nə boyda bir dənə ədəd alındı. Mən bunun kvadratını tapmaq istəyirəmsə, bura 2 yazıram. Yəni bu D-ni 2 dəfə özünə vur. Tamam. 110.25 bayaq aldığım nəticə. Belə də yaza bilərsiniz. Yəni. Bu da oldu asan səviyyəli sonuncu tapşırığımız. İndi nisbətən çətin səviyyəli tapşırıqlara baxaq. Görək burada nə var. İstifadəçidən string tipində ad və int tipində yaş daxil etməksin. Sonra salam ad, sən bu yaşasan kimi çap etmək. Tamam, gəlin yazaq. Deməli, bir dənə name deyəcəm, olsun Sənan. Aha, bir dənə də int age deyəcəm, bərabər 15 ya da 20 olsun. Aha, bizə nə istəyir? Bu metodu salam ad, sən falan yaşasan, 20 yaş. Salam Sənan, sən 20 yaşasan sözünü çapa vermək. Tamam, gəlin çapa verək. Bu bir resultdır. Belə eləmək olar. Result. Deməli, ən sadə qaydada salam. Salam. Burada vergül qoydum. Sonra plus name. Sonra plus boşluq qoydum sən. Yenə boşluq qoydum. Bir dənə age. Yaşında. Aha. Yaşındasan. Alt shift atmaqdan bezdirməyim. Siyah. Result. Bu ən sadə üsuludur beləsi. Salam Sənan, sən 20 yaşındasan. Tamam. Bunu belə demək olar aşağılar. Bir də başqa bir yol var. Java'nın bax bu nədir? Başqa yol. System out print line-ın ekrana çapa verməyin bir sıra variantları var. Print f deyə bir şey var. Gəlin bununla yazaq. Deməli, bu nədir? Yazıram burası salam. Bundan sonra nə gəlir? String gəlir də, düzdür? String gəlirsə, bura bir dənə yazıram. Faiz s. Daha sonra sən yaş gəlir də, düzdür? Faiz d. Yəni rəqəm gəlir. Yəni simvol gələndə faiz s veririk. Rəqəm gələndə faiz d veririk. Bunu da verdim. Sonra deyirəm yaşındasan. Yaşındasan. Aha. Nə etməliyəm? Bu name və age'i göndərməliyəm bura. Yəni bu elə bil ki, bu faizdən sonra bura göndərdiyim dəyər gəlib oturacaq bura. Salam, Sənan. Sonra sən age də gəldi bu faiz d-nin yerində oturdu. Yaşındasan. Yəni çapa verə görə nə çıxacaq? Salam Sənan, sən 20 yaşındasan. Eyni nəticəni almış oldun. Bu oldu bizim ilk tapşırığımız. Deməli, char tipində bir hərf təyin edirik. Daha sonra onu stringə çevirərək çap edirik. Bu da əslində bayaq yazdığımız tapşırıq. Gəlin yazaq. Char c bərabər a. String s deyəcəm.
Çapa vermək deməli string nöqtə value of çarı götürəcəm bu c-ni. Aha, en sonra nə? Cout s. İndi run edək baxaq. Buradan göndərilən simvolu mən stringə çevirmiş oldum value of metodu vasitəsilə. Sonra da onu çapa verdim. Bu qədər. Daha sonra string tipində tarix daxil edirik və onu int-ə çeviririk. 1 ilə artırıb çap edirik. Tamam. İndi əksini. Bayaqdan başqa data tiplərdə göndərilən məlumatları stringə çevirirdik. İndi bir string götürürük. String deməli text bərabər ya da text yox, yer olsun bu. 2025. Məndən tapşırıqda istəyir ki, bu göndərilən simvolu int-ə çevirim. Int i bərabər. Bu necə ki string var. Bu int-in də biraz böyük data tipi var. Bunu əslində keçməmişəm mən dərslərimdə. Bu integerində value of metodu var. Bu string göndərilən string dəyəri int-ə çevirir. Value of. Və yeri elədim. Tamam. Bu nə istəyir məndən? Bir dənə baxım. Replace with %, lap yaxşı. Tamam. Və ən sona nə deyir? Deyir ki, bu 1 ilə artır. Tamam, 1 ilə artıraqsa artıraq da. Bunu belə də eləmək olar. Cout plus i. Sonra run eləyək. 2026. Bu qədər. Deməli, növbəti tapşırığımız nədir uşaqlar? İki string dəyişənini birləşdirib və nəticəni length metodu ilə uzunluğunu tapırıq. Tamam, gəlin yazaq. String s1 bərabər hello string s2 bərabər word. Aha. Bizdən bu ikisini birləşdirib uzunluğunu tapmağımız istəyir. Mən bunu birbaşa siyahının içərisində də yaza bilərəm. S1 nöqtə concat S2. Bunları birləşdirdim. Ən sonra nə istəyir? Length. Uzunluğunu istəyir. Bu qədər. Yəni run eləyək. 11. Tamam. Ya da ki bir dənə string S3 yaradardım. S1 nöqtə concat S2. Sonra nə edərdim? Int length bərabər S3 nöqtə length. Ən sonra nə edəcəm? Length'i ekrana verəcəm. Dəyərim dəyişmədi. Belə də yaza bilərik. String tipində ədəd yazırıq, onu int-ə çeviririk. Bunu bayaq yazdım. Yəni yenə də yaza bilərik. 1025 deyirəm. Bunları silək. Int ədəd yazacağam. Bərabər integer nöqtə value of. Bunu götürdüm. S neydi? S1. Bunu da ne edirəm? Bu yox. ParseInt metodu. Value of yox. ParseInt. Cout ədəd. İndi bunu da verək. 1025. Bu göndərilən string dəyərimi int-ə çevirmiş oldum. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Müəyyən səviyyədə tapşırıqlar eləməyə çalışdıq. Növbəti dərsdə görüşənə qədər. Sağ olun, salamat qalın.